Salam, məhlullar mövzusundan ikinci günün suallarının izahına baxırıq. 61 nömrənin test izahatına baxaq. İki məhlul verilib. Birində həll olunan maddənin kütləsi 20-dir, digərində 40-dır. Sular veribdir və həll olunan maddənin kütlə paylarını deyir müqayisə elə. Omeqanın düsturundan da biz deməli birincini hesablayaq. Birinci bu məhlulu. Omega 1 bərabər olacaq. Duzun kütləsi, yəni 20 bölünsün məhlulun kütləsi. Duzla suyun cəmi, yəni 180 plus 20 edir 200 vur 100. Bu da eləyəcək 10%li bir məhlul. Yəni bu bərabərdir 10%. İndi o birisini tapaq. Omega 2 bərabərdir 40 bölünsün, burada duz 40-dır, bölünsün məhlulun kütləsi, suyla duzun cəmi. Bu da eləyəcək yenə 200 vur 100. İxtisar gedəcək 40 bölü 2, bu da 20%li bir məhlul. Yəni omega 2 də 20-yə bərabərdir. Deməli burada omega 2 böyükdür omega 1 ifadəsi düzdür. Bu səhvdir. 2 omega 1 bərabərdir omega 2-yə, bəli bu düzdür. Bu səhvdir. Cavab 1-3 D variantı. Növbəti suala baxırıq. Deməli, su buxarlanandan sonra məhlulda natrium hidroksid molyar qatılımını hesablayır. Burada bir qab verilir. Qabın da məhlulun həcmi 500 ml-dir. 0,2 mol bölü litr qatılıqlı natrium OH məhlulu var. Qatılıq verilib və həcm verilibdir. Natrium OH məhlulunun. Və deyir sonra buradan 100 ml su buxarlanan sonra qatılıq nə qədər olar? Molyar qatılıqdan söhbət gedir. Gəlin əvvəlcə görək bu qabın içində əvvəlcədən su buxarlanmamışdan əvvəl natrium OH nə qədər idi molu? Bunu tapaq. Deməli, V verilib 500 ml. Bu da bərabərdir 0,5 litr. Ümumiyyətlə, qatılığın düsturunda S bərabərdir nu bölü V düsturunda. Bax, bu düsturda V-ni həmişə litrə çevirmək lazımdır. Millilitrlə yazmaq olmaz. İndi qatılığı verib 0,2, nu-nu bilmirik. Ona görə bu düsturda nu-nu tapsaq, nu bərabər olacaq S vur V. Ona görə də nu bərabərdir S vur V, yəni 0,5 vur 0,2, o da bərabərdir 0,1 mol. Bax, bu natrium OH-ın moludur. Deməli, burada natrium OH 0,1 mol imiş. Və deyək ki, sonra buradan su buxarlanıb və qatılıq necə olacaq? Yəni, su gedirsə, əlbəttə ki, qatılıq artacaq bu öz yerində. Deməli, qatılıq artacaq. Ona görə S bərabərdir nu, yəni 0,1 mol tapdıqda bölək məhlulun həcminə. Məhlul əvvəl 500 idi. Su buxarlanır 100 ml, qalır 400. Onu da litrə çevirəndə 0,4 litr. Buradan da 1 böldür 0,25 edəcək. Cavab E variantı. Həm də su gedirsə, buradan biz qatılıq verib də 0,2. Qatılıq 0,2-dir. Əgər su buxarlanırsa, qatılıq deməli artacaq. 0,2-dən artıq qiymət olacaq. Yəni, məsələn, bu ola bilməz. Avtomatik bir variant gedir burada. Yəni, artıq olacaq. Və sonunda tapdıq 0,25. Daha sonra 84-cü suala baxırıq. X hansı maddə ola bilər? Həll olunma, təzyiqdən asılılıq qrafiki veribdir və deməli X maddəsinin həll olunmasına təzyiq təsir etmir. Təzyiq qaz halında olan maddələrə demişdik təsir edir. Bərklərə təsir etmir. Ona görə bərk halında olan maddələr çıxır. Burada karbon qazı verilib. Bu səhvdir, qazdır, buna təsir edir. Bu natrium nitrat, bu duzdur, buna təsir edir. Bəli, 2 düzdür. Amoniak qazdır, H-xlor qaz halındadır. Bir də kalium xlorid, bu da duzdur, buna da təsir etməyəcək. Ona görə 2, 5 cavab. 2 və 5. Növbəti 84 nömrəli testə baxırıq. 300 qram 20%li kalium OH məhlulu üzərinə neçə qram kalium OH əlavə edilməlidir ki, 40%li məhlul alınsın? Gəlin əvvəlcə baxaq, 300 qramın 20%-ni tapsaq, bu eləyəcək 60 qram. Deməli, bu 300-ün 60 qramı kalium OH-dır, 240-ı sudur. Və bura nə qədərsə
kalium mühərşələri olunubdur və nəticədə sonra 40% məhlullanıbdır. 40% məhlullanıbsa, deməli bunun 40-ı bax 60 plus x-dir. 60 plus x 40% olacaq. 60% də su olacaq. Su da dəyişmirdi. 240 qalır yerində. Yəni, bu tənliyi edib tapa bilərik. 340 vur 40 böl 60 bölsək 4 bu eləyəcək 160. Yəni 60 üstə əgər x bərabərdir 160-dırsa, onda x də bərabər olacaq 100-ə. 100. Daha sonra sonuncu suala baxırıq. 4 mol bölü litr qatılıqlı, yəni S bərabərdir 4. 500 ml məhlulda olan H2 sodunun kütləsini hesablayın. Yəni qatılıq verilib, mol bölü litr, həcm verilib 500 millilitr. Bunu da dəqiqə litrə çevirək üçün qatılığın düsturu lazımdır. Və H2 sodunun kütləsini tapaq. Gəlin biz əvvəlcə molunu tapaq ki, sonra kütləsini tapaq moluna uyğun. S bərabərdir nü bölü V düsturundan. Bizə nü lazımdır. Bu olacaq S vur V. Yəni 4 vur 0.5. Bu da deyəcək 2 mol. Deməli, bu məhlulda 2 mol H2SO4 var. İndi 1 molu molar kütləsi 96-dırsa, onda 2 mol da olacaq. 2 vur 98, 196. Cavab 196.